Və mən bir vətən oğlu kimi deyirəm ki, ömrü boyu çalışdığım bu olub, bu da olacaqdır. Ömrü boyu mən erməni ilə düşmənçilik eləyəcəm. Həmişə də qarşımda olan hər bir şəxsi erməniyə nifrətli bir şəxs yetişdirəcəm. Bir Azərbaycanlı kimi ölkənin harasında gəzirsən gəz, bu şəhidlərimiz yadımıza düşdükdə hər kəs qəhərlənir. Hər kəs ciddi bir həyəcan keçir. Yalnız bura gəldikdə insan qəddini düzəldir, özü ilə fəxr eləyir ki, mən Azərbaycanlıyam. Yalnız bu şəhidlərimizə baxdıqda, bir şəhidin məzarının qarşısında gedib durduqda, onda insan fəxr eləyir ki, mən Azərbaycanlıyam. Biz evlatlarımızı bu kişilərin davamçısı kimi, bu kişilərin qanını alan kişilər kimi yetişdirməliyik. Mən Məhərrəmin atası dəfn olunan günü demişəm Məhərrəmə. Adı ilə yaşasın. Məhərrəm bizim kəndimizin ağsaqqalı olan Məhərrəm dayının adını daşıyır. Allah uzun ömür versin. Həmçinin şəhidimiz Elmir'in evladıdır. Allah. Amin. Mən Məhərrəmə demişəm, sənin atanın düşməni oluverməni, hər bir Azərbaycanlı, hər bir valideyn, hər bir rəhbər kimi kimlərsə harca çalışırsa, yeni nəsilə çatdırmalıdır. Bizim düşmənimiz oluverməni, olacaq da həmişə. Və bunların məqsədi nə idi? Bunların məqsədi o idi ki, Qarabağda erməni yaşamasın. Biz şəhidlərimizin onda məqsədini doğrulayacağıq ki, Qarabağda erməni qalmaz. Allah bunun üçün millətimizə özü kömək olsun. Həmçinin deyirəm, buradakı şəhidlərin çoxunu mən tanıyıram, çoxuyla yaxın olmuşam, bir hərbiçi kimi. Eləsi olub, mənim rəisim olub, eləsi olub, mənim döyüş yoldaşım olub və onları ailəliklə tanıyıram. Bütün şəhid qardaşlarımızın qarşısında baş əyirəm və həmçinin şəhid analarının, şəhid atalarının, şəhid ailələrinin qarşısında baş əyirəm və mən bir vətən oğlu kimi deyirəm ki, ömrü boyu çalışdığım bu olub, bu da olacaqdır. Ömrü boyu mən erməni ilə düşmənçilik eləyəcəm. Həmişə də qarşımda olan hər bir şəxsi erməniyə nifrətli bir şəxs yetişdir.